Rusiyada miqrasiya sahəsində nəzarətin gücləndirilməsini nəzərdə tutan qanun qüvvəyə minibdir. Yeni qaydalara əsasən əmək fəaliyyəti ilə məşğul olan əcnəbinin gəlirləri işlədikləri region üzrə müəyyən edilmiş yaşayış minimumundan aşağı olmamalıdır. Gəlirin bu həddən aşağı olduğu müəyyən edilərsə, əmək müqaviləsinə xitam veriləcək, əcnəbinin Rusiyada qalma müddəti isə qısaldılacaq. Miqrantların gəlirləri barədə məlumatlar Federal Vergi Xidməti və Sosial Fond tərəfindən Daxili İşlər Nazirliyinə təqdim ediləcək. Qanuna əsasən əmək patenti olan miqrantların azyaşlı övladlarının Rusiyada qalma müddəti valideynin patentinin qüvvədə olduğu müddətə qədər uzadıla biləcək, lakin 18 yaşdan artıq olmayacaq. Bunun üçün valideyn hər bir övladına görə gəlir vergisi üzrə müəyyən edilmiş avans ödənişi etməlidir. Patent uzadılmadıqda isə miqrant ailə üzvləri ilə birlikdə 15 gün ərzində ölkəni tərk etməli olacaq. Uşaq 18 yaşına çatdıqdan sonra isə öz adına patent rəsmiləşdirmədiyi təqdirdə 30 gün ərzində Rusiyanı tərk etməlidir. Sənədlə daimi və müvəqqəti yaşamaq icazələrinin ləğvi üçün əsaslar da genişləndirilib, əmək miqrantının gəlirləri barədə məlumatın olmaması və ya ailənin hər bir üzvünə düşən gəlirin yaşayış minimumundan aşağı olması da bu əsaslar sırasına daxil edilibdir. Bundan başqa miqrantların ölkədən çıxarılmasına səbəb ola biləcək inzibati hüquq pozmaların sayı 22-dən 45-ə çatdırılıb. Yeni əsaslar sırasında dövlət sərhədinin mühafizəsi ilə bağlı hərbi qulluqçuların qanuni tələblərinə tabe olmamaq, eləcə də insan hüquq və azadlıqlarının irqi, milli, dini və digər əlamətlərə görə ayrı seçkiyə məruz qoyulması da yer alır. Rusiya Təhlükəsizlik Şurasının məlumatına görə hazırda ölkədə 6,1 milyon əcnəbi yaşayır ki, bu da ötən illə müqayisədə təxminən 700 min nəfər azdır. 26-cı ilin ilk rübündə Rusiyaya 2,5 milyon xarici vətəndaş daxil olub. Bu göstərici ötən ilin eyni dövrlə müqayisədə 15% azdır. Həmin dövrdə 8 min miqrantın daimi yaşamaq icazəsi də ləğv edilib.